Yolları boran, qar oldu. Çoxuna dünya gen, mənə dar oldu. Könlümün sarayı tarımmar oldu. Şərik də çıxmadıq kədərimizə. Nə yaman yad olduq bir-birimizə. Getmişəm, həsrətin qucağındayam. Sevgisi bir kasıb ocağındayam. Bəxtəvər günlərin sorağındayam. Son qoya bilmirik dərd sərimizə. Nə yaman yad olduq bir-birimizə. Ömrün illərindən neçə qış keçir. Arzu diləklərim əli boş keçir. Görüşə güman yox, canla xoş keçir. Çox mu dözəcək bu səbrimizə? Nə yaman yad olduq bir-birimizə. Qəlbimdə yamyaşıl ağaçdı eşqim. Demə, dilənçi tək əl açdı eşqim. Sanırdım dərdimə əl açdı eşqim. Söylə, göz mü dəydi saf eşqimizə? Nə yaman yad olduq bir-birimizə. Nə yaman yad olduq bir-birimizə. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Doğma kanalımızda yenə tam səmimi saat 12-dən 2-yə qədər canlı efirdə işinə gücünə başladı. Bizə uzaqdan, yaxından baxan bütün izləyicilərimiz ekran qarşısına yaxın əyləşin. Həftəyə bugün çox gözəl insanlarla, dostlarımla başlayıram. Yenə də qonaqlı, qaralı, qəşəng bir çay isfirəsi ətrafında biz nə qeybət eləmirik, nə artıq əskik var da belə proqramlar. Bir də baxırsan ki, orada olmayan insanlar haqqında danışırlar, burada olmayan məsələlər haqqında danışırlar. Biz bu məsələlərdən qətiyyən uzağıq. Bizim xarakterimizi ümumiyyətlə xoşum gəlmir bu məsələlərdən. Ona görə mən tamaşaçıları da bu məsələ ilə yormaq heç vaxt istəməmişəm. Özümüzdən danışırıq. Əsas odur ki, keyfinizi, əhvalınızı, belə deyək də, gözəl-gözəl ifalarla xoş eləyəcəm. Proqramımıza baxırsınız, Newsport İdman Kompleksinin, Agromal Özbəkistan məhsullarının və o cümlədən Doktor Seyfəddin Klinikasının sponsorluqları ilə. Hal-hazırda Agromal Özbəkistan məhsulları Bakı şəhəri daxil olmaqla Azərbaycanın ən böyük sənaye şəhərləri olan Mingəçevirdə, Sumqayıtda və o cümlədən Gəncə şəhərində mağazalarının filiallarını açdı. Belə də ki, bütün regionlarda Agromal artıq var. Bütün rayonlarda gedin kilo ilə pal-paltarları oradan alın. İstədiyiniz pal-paltarların
paltarın 1 kilosu 20 manatdır. Təsəvvür edin, 20 manata nə qədər paltar ala bilərsiniz. Təşəkkürlərim olacaq Doktor Seyfəddin Klinikasının Xətai rayonunda Həzrət Aslanov metro stansiyasının çıxışında yerləşir. Bütün xəstəliklərlə bağlı təbii üsullarla bir tək ünvandır ki, gedib müalicə ala bilərsiniz. Və əlbəttə New Sport İdman kompleksi. Masazırda Qurtuluş 93 yaşayış kompleksində 3 mərtəbələr deyilən ərazidə yerləşir. Burada fitness, aerobika zalı, uşaqlarınızı gətirin, xanımlar özünüz gəlin, hörmətli bəylərimiz özünüz gəlin, üzgüçlük var, idman zalları var. Bundan əlavə xanımlar üçün, bəylər üçün VIP hamam xidmətləri fəaliyyət göstərir. Türk hamamı, Rus hamamı, Fin hamamı, elə Azərbaycanın o milli şərq hamamı da ki, orada gözəl şəkildə sizə təqdim olunur. Restoran fəaliyyəti də var. Maraqlananlar aşağıdakı nömrələrlə əlaqə saxlasınlar. Qonaqlarımız sabahları xeyir olsun. Sabahın xeyir, ürəyim qaqam. Bugün bir dənə saz gətirmişsiniz bura. Hanı sənin sazın? Onsuz da salamlayıram əvvəlcə. Sizlər təşəkkür verişinizə dəvət elədiyiniz üçün və bizi dinləyən izləyicilərimizə buradan salamımızı yetiririk. Onsuz da fonoqramada yalnız saz sinəmdə niyyət tutum ki mən. Fonoqram oxuyuruqdan onsuz da Allah haqqı. Donum da üzüldü. Bir mənim sazımla yola verər əlimdə, saz əlimdə donumu tutan olmuyor. Bax, veriliş, Siz də həyat yoldaşı da gətirməyib. Bunu lap belə. Samir, Vallahi. veriliş səmimi, özü səmimi xanımdır. Nə varsa düzün deyir də, səmimi deyir. Mübarizə sazına... Öz zamanımın birində türk sazından ifa olundum. Mən türk sazı çalmıram. Yalından saz sinəmə niyyət Hə, tutum. başa düşdüm. Lətifə Çeşməli, gözəl aşıqlarımız buradadır. Aşıq Mübariz, mənim dostum. Necəsiz? Nə var, nə yox? Çox Sabahınız xeyir yaxşı, olsun. ömrün uzun olsun ki, yenə bizi çağırıb dəvət eləmsən, özdə ən dəyərli xanımla, gözəl saz ustası ilə. Saz ustası nədir? Bəli, Saz ifaçısı olaraq ustası, saz düzəldənə deyirlər. Usta da elə ona deyirlər də. Usta da ola bilər də. Usta da ola bilər, bəli, əlbəttə. Tək səndə deyilək mübarək, çoxsan bilirik. Saz ustası, nağara ustası. Deyirəm, ay qardaş, nağara ustası, nağaranın düzəldənə deyilir. İllərdir deyirəm, üzünə də heç vaxt deməmişəm, özü də bilir xəsiyyətimi. İllərdir deyirəm ki, xanım müğənnilərin arasında hörmət qoyduğum, çox istədiyim və ən zil səsli olan Lətifə xanımdır. Hə, Və bizdə də mənim də anam onu çox istəyir, ailəm də çox istəyir, baxırlar bizə, Mən də baxırlar. salamlayıram buradan ananızı, ailənizi. Olmusan verilişdə Lətifə ilə, yoxsa birinci dəfə deyil? O qədər. Olmuşum. O qədər. Hə, bir Lətifə xanım, sizə bir salamlaşın. Mən də Şəfə xanım, qəşəng. Mən də salamlaşdım. Buradan yenə də deyirəm, salamlayıram bütün xalqımızı, elimizi, obamızı, bizi istəyən dinləyicilərimizi. Allah hər birini qorusun, can sağlığı versin. Fərqi yoxdur, ya Azərbaycandan, ya xaricdə bizi izləyən Azərbaycanlılarımızı, Can-can Türk dünyasına deyim, dönə-dönə. təşəkkür edirəm, var olsun. Lətifə xanım, can-can deyim dönə-dönə. Anam mənim Azərbaycan. Canım qurban olsun sənə, anam mənim Azərbaycan. Bütün Azərbaycanımız var olsun. Ululardan sən ulusan, kəsilən Babək olusan. Azadlığın iç yolusan, anam mənim Azərbaycan. Uca-uca dağların var, yam-yaşıl da bağların var. Bax, bu cür Azərbaycan torpağın var, anam mənim Azərbaycan. Eşq olsun Eşq Azərbaycanımız olsun var. Azərbaycanımız və Azərbaycan xalqı. Lətifə xanım tort alıb, nağıl tortu. Mənim ən çox sevdiyim tort. Bilirdim, axı siz onu çox seversiniz ona görə. Mübariz, gələndə o tort, biləm o da bahalı tortdur. Amma mən nağıl yeyirəm. Hə, bunu de də, mən bilmirəm. Yediyim bir dənə budur. Bundan başqa... Amma o da onu oxşuyur, ha. Yo, oxşaya bilər. Amma bunun yerisini yeriyə bilməz. Nağıl, hə, adı nağıldır. Bu Dədə Baba, Dədə Baba. Dədə Baba isə. Biz Dədə Baba adəti ilə Ondan gedirik. mən ondan yeməyim də, mən aldığımdan yeməyim, bundan Hə, yeməyim. Dədə Baba tortudur bu. Biz hələ yox idik. Bu var idi. Bəli, bu tort var idi da. Yəni, skaska adla deyilirdi. Nağıl, nağıl. Nağıl tortu yadında saxlayır. Dadına da baxarsan, bilərsən də nə var. Lətifə bilir mənim İnşallah, ağzımın dadını. inşallah. Mənim bacım da sağ olsun, bacım da orada əziyyət çəkir. Əziyyət çəkir dəyişir. İndi mən istəyirəm bir söz deyim də sənə. Mənim Cəllabadda bir dənə komandir dostum var. Gələ-gələ də pastayanla onunla danışıram. İndi hərəmizin ürəyimizdə bir yaxın, ailəvi bir dostumuz var da. Bəli. Mən də ondan çox yaxın olduğuma görə, özdə hansı toya gedir Lətifə xanım, mənim umanım var, mən gəlmişəm Kəlbəzərə. Bunu ancaq oynayır və bütün də hamı onun o imen umanı ilə oynamağına valih olubdur. Hamı mazən gerişi yenə Rəşad komandir. Adı nədir? Rəşaddır, komandirdir Cəllabadda. Cəllabaddadır. Biz də buradan salam Samir, veririk. mən də dedim Rəşad ki, Samir dostumun verilişinə gedirəm. Mən ərş eləyirəm həmişə o verilişdə. Elə ən birinci o mahnı ilə başlayacağım. Sənin mahnın o sənin şərəfinə qoy getsin. Mən gəlmişəm Kəlbəzərə. Mən gəlmişəm. İndi bəs ardıcılığı bilmirəm. Emin onu... Elə odur. Birinci onu atmışam elə. Ən birinci onu atmışam. Yoxsa yox Eminə. İndi birdən Yo, olacaq. nətər eləyək Emin? Emin onu düzüb qoşacaq inşallah.
Mən getdim. Mən gəlmişəm Kəlbəcərə. Mən gəlmişəm Mən Kəlbəcərə. doğma yurdumda. Sami, bunu görəndə Qurban olum otur. Məştubat kinosu yadıma düşür. Nə? Onu görəndə Məştubat kinosu yadıma düşür. Onu indi reklamlarda həll eləyərik. Şəfa o işləri bilir. Demək, hörmətli tamaşaçılarımız, əlaqə nömrəmizi görürsünüz. Zəng vurmaq istəyənlər, SMS yazmaq istəyənlər buyurub yaza bilərlər. Koordinatlarımızı görürsünüz. Onda belə eləyək də, Mübarizlə başlayaq. Mübariz, mən də sorumuzu eşitmirəm deyə, ona görə tam Emil ola bilər nəsə. Mahallara atmışsansa elə birinci o gələcək. Görək də, indi o olmasa da üzürlüsə, amma o... Şükür Allah her niyetim sona yetti bu hasretim. Kabul oldu ziyaretim. Ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Çok əzablar görə canından can verə şükür olsun bizə kərəm. Ayak bastım bu yerlərə. Mən gəlmişəm Kəlbəcərə. Ayak bastım bu yerlərə. Mən gəlmişəm Kəlbəcərə. Şükür Allah her niyetim sona yetti bu hasretim. Kabul oldu ziyaretim. Ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Şükür Allah her niyetim sona yetti bu hasretim. Kabul oldu ziyaretim. Ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Şehitlerin kanı ile, gazilerin canı ile. Gah ağlayım güle güle. Ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Şükür Allah her niyetim sona yetti bu hasretim. Kabul oldu ziyaretim. Ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Şükür Allah her niyetim sona yetti bu hasretim. Kabul oldu ziyaretim. Ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Çok gezmişen ben bu yerde. Dözəmirdim ağrı dərdə. 30 yıl
Senden sonra birden ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə, ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Şükür Allah her niyetim sona yetti bu hasretim. Kabul oldu ziyaretim, ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Şükür Allah her niyetim sona yetti bu hasretim. Kabul oldu ziyaretim, ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Şükür Allah her niyetim sona yetti bu hasretim. Kabul oldu ziyaretim, ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Şükür Allah her niyetim sona yetti bu hasretim. Kabul oldu ziyaretim, ayak bastım bu yerlere. Ben gelmişem Kəlbəcərə. Teşekkür ederim mübarek. Çok sağ ol. Gel eğleş. Artık Var olasın. Kəlbəcərdəyik. Artık oradayıq, bəli. Evet, artık Kəlbəcərdəyik. Şükür ilahinin bu gününe. Şükür. Deməli, mənim bir dostum var. Bayaqları proqram başlamamışdan öncə Lətvə xanıma deyirəm ki, deyirəm, indi biz belə pis çıxmasın, toy məclislərindəyik də, hamımızın dolanışıq yeri, çörək qazandığımız yer, el şənlikləri, toylardır. Akşam Cənub zonasının Lənkəranlıların bir toyuna getmişdim. Bəh. Nadir hallarda olur ki, mən heç vaxt belə deyim də, artıq bir neçə gündür bu belə baş verir. Dünən çox gözəl bir insanlarla tanış olmuşam. Deməli, Məbud qardaşımız, ona buradan xüsusi salamlarımı göndərirəm. Zamik, onun dostu, artıq onlarla dostlaşmışam. Elə bildim ki, illərdir tanıyıram onları. Və gör mənim neçə illərdir mənim orada nə qədər dostlarım var. Lənkəranda. Cənub eli, bəs Cənub eli gedir. Oxumusan da Cənub eli. Ay, sağ ol. İnanırsan, toy qaldı bir qırağa, qoşulmuşam Məbuda, Zamigə, Allah onların da subaylarına gözəl-gözəl günlər qismət eləsin. Biz də gələk iştirak eləyək. Çox şad olmuşam ki, Lənkəranlı balaları ilə, bu cür gözəl qardaşlarla tanış olmuşam, çörək kəsmişəm. İnşallah əbədi əzəl olsun. Biz reklamlara ayrılırıq, əziz tamaşaçılarımız. Reklamlardan sonra davam eləyəcəyik. Davam eləyirik, əziz tamaşaçılarımız. Reklamlarımız bitdi. İş gücü necə gedir? Çox yaxşı. Sənin verişində nətər olar vallahi. Adam istəyir elə danışayı, bir də gözün açsan ki, vaxt gəldi qutardı. Mübarizin elə gözəl anası var. Ətfəqəm, görmüsən? Yox, görməmişəm. İnşallah bizdə olmuyor vaxtı, bir dəfə çağıralım. Tolk verilişində danışdılar. Deyəsən, sənin ad günün idi da. Mənim ad günüm. Orada bu danışdı, mən nətərə qədər ağladım, sıxıntı keçirdim. Mübariz anasına çox bağlıdır. Çünki mənim atam, anam rəhmətə gedib. Allah kimisə atanası sağdırsa, Allah can sağlığı versin, uzun ömür versin, ölənlərə də yəni rəhmət eləsin. Ata-ana müqəddəsdir. Cavan gediblər, yoxsa yaşlayacaqlar? Cavan idi, 66 yaşında atam rəhmətə gedib, 64 yaşında da anam rəhmətə gedib. Dağ adamlardılar, nə əcəb, xəstələndilər Lətvə xanım? Atam xəstələndi, əməliyyat oldu, sonra səhv əməliyyat eləmişdilər, yəni sonra bir də əməliyyat eləndə əməliyyatdan qalmadı. Ancaq anam da ki, ağladı, saxlaya bilmədi, elə bil atamdan sonra. Qabristanlıq bizə kənddə yaxındır, hər dəfə gedib otur, təpə deyirik biz, təpə var orada. Orada oturub ağlayırdı bütün günü. Ondan sonra da rəhmətə gedib. Çox istəyirmişlər onlar bir-birinə, Lətvə xanım. Neçə bacı qardaşsınız? Biz 6 bacı, 3 qardaşıyıq. 9 uşaq. 9 uşaq. Var siz? 4 qardaş, 2 bacı, 6 uşaq. 6 uşaq. Oxlar, deməli, o onun paltarını geyinirdi, bu bunun paltarını geyinirdi, o bunun ayaqqabısını geyinirdi.
Valla bircə dənə ayaqqabı olurdu, yay, qış onu geyinirdi uşaqlar. Hə Mübariz? Vallahi. İndi 50 min iki dənə, elə bir yenə də deyirik ki, yoxdur ki, yoxdur. Niyə belədir Lətifə xanım? Sizdə də belədir. Bizdə də mən uşaqlara alsam da yenə də yoxdur deyir. Yoxdur. Allah var eləsin evlatlarımızı. Bax, gündə şəkil çəkib atırlar. Üzr istəyirəm, Bunu evlad istəyirik. üçün yaşayırıq da. Biz kimi evladımız üçün yaşayırıq da həyatda. İndiki Atamız, uşaqlar... anamız da həmişə bizim üçün yaşayıb da. Lətifə xanım da söz danışır, üzr istəyirəm. İndiki uşaqları heç nə alma. Bizdə də telefonu ver. Bax, mən qardaşın canına. Всё, bəs eləyəcəkdir. Telefonun almasan səhərdən axşama kimi telefonda oynayasındılar. Bunu deyim biləsən. Telefondan çıxmırlar. Çıxmırlar, Evdə bizdə aysa. bacımın qızlarına deyirəm çay gətir, belə gətirir mənə çayı. Hə, ay sağ şirin qalır orada. Deyirəm, ay baba, İndi- yavaş yandırdın məni. İndi sən can qulaqsız sırağa gün başına. Deyinirəm, dalaşıram, mənə deyirlər ki, yenə zəhər dili vişə salmışsan. Deyirəm, vallahi zəhər dili yox, yandırdın məni, belə gətirir çayı. Buradan da atışmalar gedir. Samir. Oyunlar. Samir. Ala, Oynayırlar. sizə görəm çay gətirib qəndi gətirməyib. Vay, Qəndi özdə elə bil ki, həqiqi doğrudur belə. Vay, öldürdülər məni, Hə, öldürdülər. hə, hə. Sizdə də o vəziyyətdir. Sırağa günü getmişəm qaz idarəsinə. Orada bir dənə xanım oturub. İndi işim düşüb getmişəm də. Hə. Xanımında 2 dənə oğlu var. Onlar birinin arısa 13 yaşı, birinin də 10 yaşı ya 11 yaşı. Demək bu xanım uşaqları gücbala ilə gətirir ki, Mübariz əmidəyib. Özü gəlib də bura ayağı ilə. Gəlin sizin şəklinizi çəkin. İndi bunlar da telefonda, özü də bu telefondan deyir. Biraz böyük planjet deyirlər, nə deyirlər ondandır. Samir, şəkil çəkdirməyə bax. İndi bunu güclə duruzubdur da ikisində. İkisi də gəlib bura, ikisi də oğludur bir. İndi mən nə şəkil çəkdirir, xanıma baxmır, telefona baxır ki, görüm, ha belə, bax, şəkil çəkdirir, az güya məndən. Belə gözü qalır. Deyir, hə, mən başını belə edirəm ki, mamaya bax da, şəkil çəkir ağı. Belə baxır, sonra belə edir. Xasiyyədir. Dedim, ay bacı dedim, sənin başına dönüm mən. Dedim, mən də verirəm, uşaqlara telefonu, da beləsini görməmişdim. Valla faciədir. Dedim, şəkil çəkdirir, Bizim fikrini səs qalıb orada. rejissorumuz da elədir. Sən ol eləmi. Kimi əlindədir şey, çıxsın. Hə, elə o Dünya TV-yə gələndən elədi. Demək, Namik, o gün Namik nə idi? Namik adını Hə, sən can durub gedəcəm saat, sən ola qalsın. Mübariz. Sən belə çaşanda öldün. Hə, yox, 2-3 gün bundan qabaq Namik qonağımız idi. Deyir Mübariz məni yığıb mənə anda verdirib ki, deyir məni anda verdirib ki, bir də mənim deməli efirlərdə Mən yığmışam. Hə. Mən yığmamışam onu. Durdun deyirsən. Sən mənim kişiliyimə də beləsən, şəxsiyyətimə də beləsən. Mən toyda olanda o məni yığdı. Ki, bəs belə dedim toydayam, toydan çıxıb səni yığaram. Bir kəlmə danışdı, bilmirəm da nə deyəcəkdi. Bir kəlmə danışdı, dedim toydayam. Toydan çıxıb yığaram. Mən də çıxdım toydan, dedim nə məsələdir. Dedi, belə-belə danışdı, belə söz deyirsən. Valla bizə yaraşmır, ayıbdır, belə falan. Danışdı bu. Deyir, Mübariz Sarıqşur məndən danışır. Yox, yalan deyir, yalan deyir. Sadəcə olaraq mən ona dedim ki, Namik dedim, sən dedim, rəhmətli atan rəhmətə gedəndə Allah rəhmət eləsin atasına. Birinci dedim, başsağlığı mən verdim sənə. Dedim, indən belə efirdə olanda, da bir-birdən danışmayaq da, o yaşımız deyil, o başımız deyil. Hə, dedim, mən əlini haqlamışam, sən də birazdan gələsənəm, qırnesiyə, dedim, lazım deyillə belə efirlərdə bir-biri danışmaq eləmək. Özdə, mənim aşıqların niyə böyük hörmətim var? Biz azıq. Amma daşı gözünü yum, at müğənniyə deyəcək. Biz o günləri mən sənə efirdə 2 səncəvərdə dedim, yadındadırsa. Dedim, Samir, Allah'ın da olsun müğənnilər oturmuşdu, xeylaq müğənni idi. Mən 15 nəfər üzdə olan saç çalanların adını tapıb deyəmədim. Yəni biz azıq götürəndə, kütlə azdır. Efirlərdə olan, cəmiyyətdə olan saç çalanlar. Dedim ona görə... Efirdə olanlar. Hə də efirdə... Kimlər var məsələn efirdə? Valla bax, Lətifə xanım da... Lətifə Çeşməli. Sənətkardır, illərin sənətkardır. Qoy desin də, bax, Fəzaildir, Lətifə xanımdır, Ulduzdur, mən deyim sən say. Zülfiyədir, Namikdir, elə qoy özüm də salmaram, mənəm. Fəzaili dedim, yoxsa demədim. Fəzaili dedim. Hə, sonra... Neymət Qasımlıdır, o çox azad çıxır efirə də. Belə tanınanlardan. Hə, illaf tanınanlardan. Aşıq Əlidir. Aşıq Əli. Sonra Samirədir, ay sağ ol. Tellini dedim deyəsən, Tellini yoxsa. Deməmişdim Tellini. Tellidir, sonra kim? Kəmalədir. Bizim Gözəl Kəlbəcərdir. O kimdir? Gözəl Kəlbəcərdir. Nə özür tanımışlar. Çox gözəl də saç salıb oxuyandı xanımdır. Birinci dəfə də eşidirəm. Hə, onu bir dəfə belə çağır gör də. Hə, bildim. Tanıyarsan. Tanıdım. O da həddindən atı, onun xətrini çox istəyirəm. Tanıdım. Gözəl Kəlbəcərdir. Kəmalə. Hay sağ ol, Kəmalədir. Belə də bir 15 dənə. Allah haqqı 15 nəfər. Əziz canı üstü 15 nəfəri tapsa sayı deyə bilmədim mən. Yəni biz azıq. Bu az olanda da gərək el olasan ki, Samir.
mehriban olasan, bir-birə gedib gəliş eləməsən də, həmişə görüşəndə biz Evet, yarda aşıqlardan kimdən daha belə aran əladır? Lətifə xanımla elə yanımda oturub da, Lətifə xanımla mən toyda redkalda görüşməyəm. Efirlərdə olur, tez-tez görüşürük. Yəni o münasibəti həmişə çalışıram yaradam ki, qoy heç biri ilə söz söhbətim olmasın. Çünki həqiqətən də Samir, bütün aşıqları görürəm də, o qədər gözəl ürəkləri var, o qədər gözəl insanlardır. Hamısı mehribandır. Biri Lətifə xanımın özü. Neyin üstündə? Bilirsiniz, bir söz deyirəm, mən həmişə deyirəm bu sözü. İnsan bir saniyə etibar yoxdur ki, bir saniyədə ki, insanın başına nə gələ bilər da bir saniyənin içində. Ölümlü, timli dünyadır. Pulumuzu qazanırıq, elimizdən, obamızdan qazanırıq. Allah var eləsin. Toylar bol olsun. Onların, elə bir kedib qazanıb, balalarımız onların çörəyini yitirdirik, düzdürmü? Ona görə də bir-birimizə hörmət eləməliyik. Mənə bax, nəyimə lazımdır ki, bax, mən kim nətəri if elədi, kim nətəri oxuyur. Mən özümdən sual verilsin ki, özümdən. Özüm də özüm cavab verim. Mən burada efirə çıxıb kimin haqqında danışmağa çıxmamışam, amma Allah hamısını var eləsin. Hərənin özünün avazı var, hərənin özünün ifası var, hərənin özünün şəxsiyyəti var. Mən kiminlə nə işimə qalıb? Xoşum gəlmir belə şeydən ki, çıxa kimisə davulunla danışasan efirdə. İstəmirəm də danışam heç. Mən də ant verdim atasının qəbrinə ki, yanından belə bir-birimizin haqqımızda danışmayaq. Düz eləmirsən. Şey eləməyək, belə oldu söhbətimiz. Hə, lazım deyil. Bizim bir düşmənimiz var, əbədi əzəli Mehriban olmaqla, bəzi o da O getdi. da mənfur qonşularımız idi. Qonşu demək adamın dili də gəlmir, amma nə yazıq ki, bu belədir. Mikrofona. Bizim uşaq vaxtından bir yerdə, yəni bizdən böyük, məndən böyük bacımla yaşlı. Ancaq bir yerdə, kənddə bir yerdə olmuşdu. Sonra bu Gədəbəyin Saratovka kəndinə köçüblər. Nə kəndinə? Gədəbəyin Saratovka kəndi var. Saratovka kəndi. Ay, sağ ol, oraya köçüblər. İndi 3 gündür, dünən eşitdim, dünən bir toyda eşitdim ki, o rəhmətə gedib. Telman. Cabbaroğlu. O qədər gözəl insan idi. Elə bir adamın doğma qardaşı idi Allah haqq. Allah ona qəni-qəni rəhmət eləsin. Yeri cənnət olsun, ruhu şad olsun. Həqiqətən o qədər pis oldum ki, onun rəhmətə getməyinə görə. Onun üçün deyirəm ki, ölümlü tilmi dünyada. Bəli, ölümlü. Yatırsan, durursan elə bir insanın ölüm xəbərini. Heç yatıb da dura bilmir, elə adam var, yatıb durmur. Adam baş xarab olur. Bəli. Burada bir şey var. Deməli, bir təbrikimiz var, onu eləyək, Lətifə xanımdan ifa təqdim edək. Bugün 11 yaşı tamam olur, deməli, Nurlanın. Nurlanın 11 yaşı tamam olur. Bu münasibətlə onun Samir təbrik eləyir. Deyir, mənim dayı oğlumdur Nurlan, 11 yaşı tamam olur. Biz də təbrik edirik. Biz də təbrik edirik. Təbriklərə qoşuluruq, adaş. Allah saxlasın. Lətifə xanım, buyurun, sizdən ifa təqdim edək. Sonra bizim şifahi məlumat blokumuz olmalıdır. Buyurun.
Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik, əziz tamaşaçılarımız. Mübariz, sən bu günləri... Yox, Ramiz müəllim bax yazır da mənə. Mənə bax, sən bugün bir nəfərə, bir nəfər şəxsiyyətə nəsə bir şey gətirməliydin. Yadımdan çıxmayın bu. Məncə maşında olar. Nə bilim, valla. Ramiz müəllimə. Yox, mən adını demirəm. Bir nəfərə bir şey gətirməliydin sən. Onu gətirmirsən yoxsa yox? Doğru da, valla huş yoxdur məndə. Tam etiraf edeyim ki, məndə huş yoxdur. Gətirməmsən yəni. Bəlkə də nə bilim, yallah. Yadıma süsə gətirərdim bəlkə də. Amma bilirəm ki, təmiz unutmuşam yadımdan çıxıb. Bax, onu deyim biləsən. Doğru da. Valla da, indi sən bilirsən ki, mən düz danışmasam ürəyim partlayar. Lətifə xanım, geyimə keçmə çox pul xərcləyənsən yoxsa yox? Belə bədxərc deyirlər, tələf xərc deyirlər. O qism insanlardansan, yoxsa əlin bərkdir? Yox, mən bərk deyiləm. Onu mənə sual verək, onu mənə... Bərk deyiləm mən. Tələfxəş adamım, çox dəhşət özdə. Ay, sağ ol. Əlimdə pul oldu, pul yoxa çıxar. Yoldaşım bərkdir pula. O olmasa bəlkə də mən. Qazandığını verirsən ona, o yıxsın, yoxsa o sənə verir ki, evin ümumiyyətcən o... Yox, mən yoldaşıma verirəm. Yoldaşa verirsən. Evin kassası yoldaşımızın əlindədir, hə? Yoldaşım. Bilir ki, sən dağıdarsan da... Mən həqqi dağıdanım, əlimə pul düşdü, o da. Nəyə dağıdırsan Lətifə xanım? Niyə xanımlar belə bədxərcdirlər? Bax, salona yəqin ki, pulsuz eləyirlər səni. Yox, pulla elədirəm. Pul verirsən? Bəli. Onların belə çıxması minnətlər olsun ki, sənin kimi məşhur bir simanı bəzəyirlər. O salona getmə bundan sonra. Niyə? Cəmaat o salondakılar pul verir ki, qoy Lətifə gəlsin, mənim salonumda bəzənsin. Reklam verəsən, hə? Və mən toya getsəm, harcama pul verməsən. Düz elə toy olur ki, indi təmənnasız gedir, yox, başqa şey. Yox, o salon onunla qazanır deyəndə, sən onların simasısan, sən onları reklam edirsən. Mənim, məsəl üçün, 15 ildir eyni salon, məsəl üçün, gəlir saçımı başımı düzəldir, hətta evə gəlirlər, komanda şəklində. Bax, o xanım... Gəlirlər, evdə düzqoş eləyirlər başımı, gözümü, özü gecə saat 11 demirlər, 12 demirlər, 1 demirlər, neçədə ürəyim istəyir. Xanım, mən səhər tezdən bir də rayona gedəndə 6-da da çağırıram, 5-də də çağırıram, qadan alım gəmən bəzə. Özdə Qubaldı xanım, yoldaşı Şamaxılıdır xanım. Çox gözəl, yəni qəlbli bir xanımdır, qonşu yox özdə. Bax, yuxumda saçımı belə görmüşdüm ki, saçımın burasına belə düzəltdim yuxuda. Gəldim, dedim ki, Sonadır adı xanımın, Sona. Yuxumda mən belə görmüşəm, saçım belə formada. Salamlayırıq bu arada. Təşəkkür et, çox sağ olun. Nə istəyirəm onu o xanım yerinə yetirəm, mən nətər ona pul verməyəm, belə şeyim olar. Verməsən neyniyər, saçı yanlara? Heç nə eləməz, yox, eləməz, ancaq mən onu eləmərəm var. Bax, qoy qardaşınızla bir dənə söz Sən bərxərcsən yoxsa yox? Yox, mən həqqi bəsəcəm. Mən hara gizlimsə onu özümə yetərincən ayırıram, qoyuram qırağa ki, bu mənimdir. Bunu özümə ya paltar alacağım, ya nəsə, onu qoyuram bir qırağa. Yəni bu salona gedən... Sizdə evdə kim yığımcıldır, Mübariz? Yoldaşım, Arzu. Yığımcıldır. Mənə bax, əli bərəkətlidir yoxsa yox? Çox. Düşür əli sənə? Bəli. Yəni salondan deyirdim, salona gedəndə, Samir, salonda işləyən, indi mənim də başıma gəlib də öz sahəmdə. Salonda işləyən sevinir ki, məsəl üçün, mən gəlmişəm salona, düzdür? Mübariz gəldi. Mübariz nətər gəldi? Yəni, bir o var, cəmaat gedə, 10 manat verə. Mübariz gəlirsə, 50-lik qoymalıdır ora. Sözsüz ki, o salondakini sən sevindirməlisən. O, nə oldu da? Yoxsa gedim mən tanınmışam, mən orada pulsuz çıxım. Yox, mən gəlmişəm, səni reklam eləyəm, yox.
Amma çoxsu belə eləyir. Hər kəsin özünün ruzusu var, yadında saxla. O ruzu o səni gözləyirsə, sən orada ona yaxşı pul verməlisən ki, o səndən razı qala və gələn müştərilərə də deyək ki, mübariz gəlmişdi dünənləri. Allah'ın olsun, sasında elə belə gəzirdim, 50 manat verdi, get. Bu hara, yoxsa get, yoxsa get, mən səni reklam eləyəcəm. Heç dəxli yoxdur. Məsələn xanım, çox müğənnilər məsəl üçün pala-paltara pul xərcləmirlər, mağazinlərdən götürüb geyinirlər, Mən alıram. qaytarırlar. Yox, alıram. Mən heç vaxt... Hara yığırsan bəs bu qədər paltarı? Evimizdədir hamısı. Eləsə olur ki, kiməsə verirəm, eləsə olur evdədir. Satırsan yoxsa verirsən? Bunları neçədən almışdım təzə, 5-6 dənə. Nəyi? Təzədən, bax, biri budur, biri o gün geyindiyimdir, biri ondan başqa cürə konsertimdə geyindim. Daha neçəsini almışam təzə. İndi təzədən gedib bir də alacağım. İndi bunları geyinmişəm, indi gedib bir də alacağım. Mən pulla alacağım, yox, götürmürəm. Pulu versən alırsan. Hə, pul verirəm. Ver prakata da, kirayə paltarlara ver. Yox, verirəm. Hə? Verəm ki, mən. Ramiz müəllim yazdı ki, suala cavab ver. Suala cavab ver. Hə, sən Lətfə xanımla keç. Sən bir nəfərə, Lətfə xanımla keçmə. hə, sən büyün bir duxu gətirməliydin. Ya, bunu Gətirmirsən deyirəm yoxsa yox? Mən bayaqlarım yazdım. Sən bilirsən ki, bu həyatda mənim ən yaxın dostum azdır. Həqiq azdır. Belə deyək də 5 nəfər olmaya. Onun da başında Ramiz müəllim durur. Duxunu gətirmirsən yoxsa yox? Şirinlik eləmə. O kişini mən nə qədər çox istəyirəm bir Allah bilir. Yox, özümə şəxsən oradan aldığımı, buradan özümdə yolda fikirləşdim ki, Onu verəcəm. onu verəcəm o insana. Onu Çünki götürməz onu mən, zaten. yox götür, Bilməz ona. El eləyəm götürsün. Mən onu çox istəyirəm, yox verəcəm ona. Onu Buradan çıxan kimi verəcəm götürən ona. əli yoxdur, inanmıram. Amma mən də hər bir insana həmişə arzulayaram ki, elə bir dost ola. Mən onun xətrini çox istəyirəm. Dünyalar gedər. O mənim ürəyimdir. Hamımız üçün dəyərlidir. Vallahi. Lətfə xanım, işlətdiyiniz duxunun neçə manat qiyməti var? Məsələn, parfümun neçə manat qiyməti var? Geyimi bildim ki, hə, pul xərcləyənsən geyim. Niyə deyim ki, qiymətini bu da var? Bilmək istəyirəm neçəyə manatlıq Yox, qədər demirəm, vurursan. demirəm. Mən özdə qadın duxu vurmuram, kişi duxu vururam. Qadın duxu şirin olur. Mən kişi duxundan xoşum gəlir, kişi duxu vururam. Kişi duxu alır. Özü kişi kimi xanım baxın. Elə Allah. Qadın duxu Samir, yoldaşımın Samir, parfumlarını bir dəfə yadımdan çıxacaq sən. Mübariz amma bahalı vurur. Parfumları bahalı. Məndə demirəm bir dənəsini 800. Birini mən almışdım. 800 manataydı. O şey yoxdur mu? Elman. Şo 8 nə çəkir? 800 manat azad almıram, yalan deyənmərəm, 800 manat duxalıram. Elə bir ki, təmiz yekə yalan danışaram. Mübariz mən məsələn alıb bir-iki dəfə baxmışam ki, 300 manat, 400 manatlıq duxudur. Efirdən çıxdım belə Mübariz müəllim. Mən almışdım, yadıma gəlir, Dülkürüdən alıb gəldim. Məsələn, onun da bir 400 manat qiyməti var idi. Ən aşağısı belə deyək də. Məsələn, Zülfiyəni bilirəm, Aşıq Zülfiyəni bilirəm. O da məsəl üçün o da. duxuya pul verəndi. Mənim yanımda yalan olmasın. 2000 manatlıq elə duxu aldı. Hə, o da Bəlkə aysa. də 2000 dollar yoxsa 2000 manatlıq. Birin ona, birin buna, birin mənə almışdın, sağ olsun. Sən neçəyə də duxu Pay çox olsun, elə buradan deyim Zülfiyə xanım, birinin də malını olardıq. Bax, bunları alıbsan, mən qalmışam. Zülfiyə xanım, bir dənə də duxman al, yaxşı bahalısınlar. Allah, o elə insan deyil. Alar. Məsələn, neçəyədir məsələn, neçəyə alırsan məsələn, parfümün qiyməti neçəyədir? Ala bilərəm 100 manata. 100 150 manata. 100-150 manat arası. 200 manata, ondan yuxarı alıb. Hə, 200 manata qədər də, 100-dən 200 manata hə, qədər. Nə yalan deyim, mən də əlim gəlmir, mübariz. Mən də hardasa elə Lətfə xanımdan o civarda. Gəlsin də. Məsəl üçün... Sən toy adamısan axı. 200 manata qədər. Sən toy Hərəmizdə adamsan. birinin aldan olar. Sənin sənin əlin əsas sona gəlməlidir, həqiqətən deyil. Çünki sən o boyda millətin arasına girirsən, öpüşürsən, görüşürsən. O cəmaatın məst eləməsə. Mən hədiyyə sağ olsunlar, dostlarımız alırlar. Hə, bilirəm, amma bilirəm. Sənin dostların oradan göndərir. Mübariz hərəmizdə birinin alacaq, bax indi. Sənə qurbandır, vallahi. Canı sağ olsun. Bu da söz verdin, ha. Yox, Mübariz əl açıqdır. Dur, səndən bir ifa təqdim edeyim, Mübariz. Gəlsin, gəlsin. Söz verdirsən, Mübariz, vəssalam. Ay yüzün güzeldir, gülden çiçekten. Güzelsen güzelin, huri meleğinden. O kadar sevmişem seni yüreğden. Dert nedir, gem nedir, bilmemişem ben. Seni
Seve seve sevgi sözünü okuyup yazmışam, öğrenmişem ben. Sen benim kalbime giren bir günden özge birisini sevmemişem ben. Sen benim kalbime giren bir günden özge birisini sevmemişem ben. Ay yüzün güzeldir gülden şeytan, güzel sen güzelin huri meleğinden. O kadar sevmişem seni yüreğden, dert nedir gam nedir bilmemişem ben. Ay yüzün güzeldir gülden şeytan, güzel sen güzelin huri meleğinden. O kadar sevmişem seni yüreğden, dert nedir gam nedir bilmemişem ben. Ayımız günümüz illerimize bir mühür vurup yüreğimize. İnan ki azizim saf sevgimize kalbimi özgeye vermemişem ben. İnan ki azizim saf sevgimize kalbimi özgeye vermemişem ben. Ay yüzün güzeldir gülden şeytan, güzel sen güzelin huri meleğinden. O kadar sevmişem seni yüreğden, dert nedir gam nedir bilmemişem ben. Ay yüzün güzeldir gülden şeytan, güzel sen güzelin huri meleğinden. O kadar sevmişem seni yüreğden, dert nedir gam nedir bilmemişem ben. Sevgini gözünde görüp doyunca seninle hoşbahtem ömür boyunca. Ne yakşı adi bir sevgi dalınca doğulu bu dünyaya gelmemişem ben. Ne yakşı adi bir sevgi dalınca doğulu bu dünyaya gelmemişem ben. Ay yüzün güzeldir gülden şeytan, güzel sen güzelin huri meleğinden. O kadar sevmişem seni yüreğden, dert nedir gam nedir bilmemişem ben. Ay yüzün güzeldir gülden şeytan, güzel sen güzelin huri meleğinden. O kadar sevmişem seni yüreğden, dert nedir gam nedir bilmemişem ben. Ay yüzün güzeldir gülden şeytan, güzel sen güzelin huri meleğinden. O kadar sevmişem seni yüreğden, dert nedir gam nedir bilmemişem ben. Ay yüzün güzeldir gülden şeytan, güzel sen güzelin huri meleğinden. O kadar sevmişem seni yüreğden, dert nedir gam nedir bilmemişem ben. Çox sağ ol, Sağ ol, mübarək, sağ çox ol, var sağ ol, ol. əziz dostum mənim. Sən var ol, sən var ol. Əzbər. Deməli, bu yaxınlarda Lətifə xanım Çeşməli, Hə. bəlkə də aşıqlardan bu bir ilkdir. Düzdür, restoranlarda filanlarda görmüşəm, amma belə böyük konsert salonunda görməmişəm. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Lətifə Çeşməli solo konsert verdi. Biz keçən dəfə konsertdən video materiallar da yayımladıq və anışlaqla keçdi o konsert. Mən dedim, yəqin belə də az adam olar filan bəşməkən. İnsanlar bir izdiham yaşanmışdı.
kaş ki mən fikirləşirəm ki, Lətifə xanım artıq Respublika sarayında da konsert eləyə bilər. Yəni həcm etibarı ilə, yer etibarı ilə. Çünki çox idi, hamı ayaq üstə dayanmışdı. Mənim tanıdığım, bildiyim dostlarımdan da gedənlər vardı. Deyir, Samir, bizə yer olmadı, eləcənə ayaq üstə baxdıq. Doluydu zal. Biz keçən dəfə videolarda görsətdik. Deməli, gözəlimiz, ona mənəvi anam deyirəm o xanıma, Aşıq Pəri məclisinin aparıcısı, gözəl yazarımız, mənim dostum, onu bir başqa çox istəyirəm. Onun adı mənim qəlbimdə, ürəyimdə bir başqa yerdədir. Həqiqətən, mən bunu efri xatirinə demirəm. Pərvanə xanım Zəngəzurlu. Elə mən də çox istəyirəm, mən də çox istəyirəm. O qadından yoxdur. Bu gün də Aşıq Pəri məclisi konsertidir Rəşid Behbudov adına mahnı teatrında. Bu gün də? Bu gün də konsertdə. Axşam saat 19:00-da. Hə, saat 7-də. Bizim televiziyamızın layihəsidir. Bəli. Əziz tamaşaçılarımız, Dünya Televiziyasının Aşıq Pəri Məclisinin bu günləri solo konsertidir Rəşid Behbudov adına mahnı teatrında. Axşam saat 19:00-da. Mütləq gəlin. Çalışacağım mən də gəlim axşam. Mən də gəlim izləyim. Yəqin sazlı sözlü bir gün olacaq. Bugün əslində gələ bilərəm, toyum filan yoxdur. Maraqlı olar bizim üçün. Bəs toyun var bugün? Olmasaydı ki, qardaş gedərdik. Uğurlar arzulayıram Pərvanə xanım və saz söz sevənlər. Mütləq gəlin axşam Rəşid Behbudov adına. Mütləq, gəlmək lazımdır. Dövlət Mahnı Teatrına. Lətifə xanım, Mübariz, nə əcəb konsert vermirsən? Lətifəni gördün neynədir? Dağıtdı konsert salonunun səhnəsini. Vallahi Samiri, hələ indiyənəzən o sualı mənə verən olmaz. Yeganə insansan ki, mənə o sualı verdin. Heç beynimə girməyib, inanırsa. Niyə konsert vermirsən? Allah hamd olsun. Nədir, dostun var, marağında olmamışam mı? Çevrən var, əhatən var, Əlbəttə ki, onu dəstək olacaqlar. Özdə bu dəqiqənin özündə də desəm olarlar, ha. Bilirəm. Rusiyada sənin gözəl dostların var, Azərbaycanda dostların var. Amma doğrudan fikirləşmək lazımdır bu barədə. Bilirsən, sənə bax, bizi müğənni verilişə gəlirlər. Söz söhbət ancaq toydur. Mən də toya gedirəm. Toy bizim dolanışıq yerimizdir, toy gözəldir. Bizi efirdən izləyən insanların məclislərinə gedirik. Allah hamının balasını xoşbəxt eləsin. Amma müğənninin, məsəl üçün, bizim işimiz televiziyadır. Verilişimiz öz yerində gedir. Toy bizim ikinci işimizdir. Məsəl üçün, mən teatr tamaşalarında oynayıram. Gündə 1000-1500 nəfər tamaşaçının qabağına axşam tamaşalarımız olur, tamaşalar oynayırıq, qastrol səfərlərimiz olur. Bilirsən, sənətə xidmət eləmək budur. Müğənni var ki, gəlir belə eləyir, bir 50-60 yaşında Lətifə xanım. Mən həyatımı bu sənətlə keçirtdim. Bu sənətə verdim ömrümü, günümü. Ona qayıdıb deyəsən ki, ömrümü, günümü sənətə verməmişsən. Ömrümü, günümü özünü reklam eləmişsən, toy bazarına işləmişsən, özünə ev almışsan, maşın almışsan, balava, Allah ondan da artığını eləsin. Sənətə xidmət eləmək bilirsən nədir? Qəşəng bahalı kliplər çəkdirmək. Bəli, bu sənət üçün gedir. Efirlərdə kliplərin qalır. Klip artıq tamaşaçı üçündür. Konsert verirsən, bu tamaşaçı üçündür. Nə bilim, layihələr eləyirsən, gedirsən, qocalar evində bir konsert eləyirsən, bir yetimlər evində konsert eləyirsən, gedirsən, nə bilim, hərbi hissələr danışırsan, orada konsertlər eləyirsən. Bunlar hamısı sənin arxivindir. Budur iş görmək. Bax, o dediklərini həqiqətən də indi adam elədiyin deməz, həqiqətən də eləmişəm. Bilirəm, kimsə məsələn çağırıb səni getmirsən də, Mübariz. Deyiblər, qocalar evində bugün konsert var. Mən də getmişəm, çağırıb. Çağırıblar getmişəm. Biri də var ki, sən orada sırf 2 saat, bütün xərc, xəsarət sənlik olsun, gedib 2 saat orada konsert verəsən. Bəli, bəli. Başa düşürsən, Lətifə, nə qədər xərcə düşdün konsertdə? Onu deməz də, özüm elədim də. Bilirəm, nə qədər düşdün? Bir 10 minə yaxın düşmüsən azı, ölüsü. Hə. Çünki sarayın arendası var, işığı var, dekorasiya var, orada işləyən fəhlələr var. Hər şey puldur orada. Mən ansambl aparmışdım, ansambl ora salam meləkə gəlmir. Konsertdən sonra da uşaqlar apardım restorana. Bəli. Niyə vermirsən konsert? Mən onu deyim də. Bizi izləyən tamaşaçılara söz verirəm ki, üzümüzə gəlir, martın 15-də mənim 50 yaşım tamam olur.
Mən əvvəldən arzu eləmişdim ki, 50 yaşımı böyük bir şadlıq saraylarının birində eləyəm. Yox, Şadlıq Sarayı. Dostanışımı, şu aləmdə kimlər varsa. Amma Samir, sənin bu sözünə görə həqiqi beynimə girməyib, belə bir konsert zad. Mən söz verirəm ki, 50 yaşında gələndə bu üzümüzə gəlir mart ayı. Martın 15-i. Amma deyəsən, oruçluq ayına Bir ildən sonra da. Oruçluq ayına düşdündə nə olacaq, konserti verir. Konsertdir də, nə gözəl. Mən oruçluq ayı elədim. Mən sənə söz verirəm, Lətfə xanımın da yanında. Ad günümü xalqımla, millətimlə keçirəcəm. Bəli, belələ. Qəşəng bir konsert verəcəm inşallah. Solo konsert elə. Solo konsert, vəssalam. Bir-iki dənə müğənni dostlarından sağ olaraq. Məkanı da sən seçərsən, deyərsən mübarizə var falan məkanda. Bəli, elə Rəşid Beyfudov adlı mahnı teatrı. Nə gözəl yerdə. Vəssalam. Dostumuz Sənanı buradan salamlayıram. Mənim dəyərli dostum, çoxdan da görmürəm onu. O da yazır ki, oturmuşam, baxıram sizə, uğurlar. Sənan, öpürəm. Salamlayırıq. Sonra Ramil Şınıqlı. Oy, mənim qaqam. Ramil, sən öpürəm. Ramil də çağıracam. Çox sağ, çox təmiz, çox qəlbi gözəl bir oğlandır. Qəlbi gözəl bir insandır. Ramil Şınıqlı. Onu çox istəyirik. Allah onu bu millətə, bu xalqa çox əl açıq, ürək açıq. Dəyərli oldu, dəyərli oldu. Çox bir başqadır. Mahnılar da maşallah olsun. Trendə düşürür mahnılarla. Trendə bizim xalq artistimiz Gülyana xanım Məmmədovdan belə hamı o mahnılarını oxuyur. Raminlə Gəncədən çıxıb Bakıya gəldik, toydan çıxıb gəldik axşamda. Dedim Ramin, sən can, mən yorulmuşam, biraz maşını sür də, mən də biraz mürgülüyüm. Samir, yatmışam Gəncədən çıxanda, amma yalan olmasın, Yevlağa yaxın özüm sürmüşəm. Yevlağa ücret çatmamış maşını verdim buna Lətfə xanım. İndi gözümü asıram ki, mən... Yox, 2-3 saat yatmışam da. Hə. 2-3 saat nə demək? Gözüm Bakıdasınız. Gözümü asıram ki, 3 saata mən hara gəlib çıxaram. Kürdəmirə. Aya, sən bu maşını sürməmişsən. Sən harda dincəldin, harda yatdın? Deyir, yox, mənim sürüşüm belədir. Ramil deyir. Hə, deyirəm, hə. Neçə ilə... Mübariz. 50 ilə. Yəni, maşını o qədər ehtiyatlı. Bilirsən nəyə görə? Yavaş. Deyir, hadisə... 3 saata mən Bakıya satmalıydım. Bu Kürdəmirdə də ki, Yevladan Kürdəmirdədir bu. Bir dəfə sizə bir söhbət edeyim, siz anlatın. Başqasının maşınıdır, yanında başqa adam aparır. Rəhmətli Mahmud dayı, Aşıq Mahmud, Allah ona qəni rəhmət eləsin. Mahmud dayıdır, mənəm Aşıq Altaydır. Mənim yoldaşım da maşındadır. Altayın maşından gidirik, toya gidirik Bərdəyə. Kişi müəllim var idi orada, Naftalan rəisi idi, indi o da rəhmətə getdi. Allah ona qəni rəhmət eləsin. Çox gözəl bir şəxsiyyət adam idi. Deməli, indi gedirik, Altay maşını ilə yavaş-yavaş sürür. Deyir ki, Altay, sən maşını hansı yoldan sürürsən? Deyir ki, Mahmud dayı elə həm yolundan sürüb. Deyir, hə, maşını... Aşıq Altay. Elə yavaş-yavaş sürürsən ki, deyir, bir dəfə deyir, toya deyir, bilmirəm kimlə. Deməli, deyir, bütün latoklara düşə, deyir ki, deyir. Bir də deyir, bir latokun böyrünə keçdi, deyir, dedim, dala qaytdala, deyir ki, Mahmud dayı nəşə. Ay, dala qaytda. Qaytdı, deyir, latokun biri qalıb, onu da düz sonra gidiyor. Qaydanda yoldaşım sürdü maşını, üzr istəyirəm. Yoldaşım sürdü, Bakıya çatdıq. Mahmud dayı dedi ki, Akif, sən hansı yolla gəlin? Dedi ki, Mahmud dayı, bəyək gəldiyimiz yolla belə. Ay, beni təyərin, sən neçə saat apardın, çıxartdın bizi bədi. Bu kişi tezcə Bakıya çatdın. İndi onun kimi yaqın Rami yavaş-yavaş. Lətfə xanım Naftalanın adını çəkdi, Samir. Sən bilirsən, orada mənim qoca dostum var. İnşallah oğlunun toyuna Allah qoysa söz verib də biz gedəcəyik səndən. Söz verir vaxtdan. Yox, hələ olmayıb. Olanda mən sənə deyəcəm. Sənə 20 gün qabaqdan deyəcəm. Bilirəm, hər dəfə bizi izləyir, bizə baxır. Qoca, səni buradan salamlayıram Samir qardaşımla bir yerdə. Allah anana, atana can sağlığı versin. Balaların xoşbəxt olsun inşallah. Dəsəxə, maşını sürə bilmirsən? Yox. Niyə? Maşından qorxuram mən. Eşitmişəm, yaxşı at çapbağım var. At çapıram. Ancaq maşından elə qorxuram ki, maşını kimsə sürəndə də elə bil ki, möhkəmsinə sinirim maşının içində. Qorxa minirsən ata yoxsa belə ürəyinə? Yox, atdan heç qorxmuram. Rayonda olub atınız? Rayonda, hə, Pusat da var, atımız var. Qardaşın yerdə də? Hə, qardaşım. Gedəndə minirsən? Gedəndə, hə, mən atı çox xoşlayıram, ha. Haçaqaya getmişdik ziyarətə. Bizim veriliş yapan xanım Gədəbəyli lider də veriliş yaparırdı, Dilşad. Hə, ürəyimiz bizim Dilşad. Öpürüm onu buradan çoxlu. O getmişdik, ziyarətgaha gəldik. Ziyarətgahın düşüb gəldik, gördüm, burada çadır qurulub, cuma var da, biz də cuma deyirik. Bəzi yerdə yaylaq deyirlər, çadır qurulub.
Gördüm yəhərrat var orada. Dedim ki, yaxınlaşdım dedim, dayı atınızı minsəm olarmı? Dedi ki, qızım yox, yıxar səni da, möhkəm qaçır. Dedim ki, yox, eləcəm biləcəm, çapırtmayacam. Kişinin at əlindən ondan sonra lətvə üzü açaq qəyə tərəf. Maşınlar dayanıb, hamısı baxır yolda. Qaytardım, atı fırladım, gəldim, bir aşıq havası da oxudum, gəraylı idi, nə idi oxudum. Ondan sonra da atı düşdüm, kişiyə verdim, ayran da içdik, çıxdıq, gəldik. Ya da daim var idi, mənim Allah qəni rəhmət eləsin, gətirirdi, onun atı var idi. Bizim həyətdə saxlayırdı, ağaca bağlayırdı, girirdi evə də. O gözləyirdim, evə girən kimi bizim də evimizin üsyanı dağıtda belə. Yəni, atı oradan götdüyüm mən üzü dağa tərəfində çapır deyirdim. Yoldaşın da öz kəndçi bizi Lətifə Yox, xanım. yoldaşım Naxçıvanlıdır mənim. Hə, səni burada görüb də. Hə, Elə bildim at çapanda görüb səni. yox. O at çapa bilir heç olmuyor. Hə, o da kəndə gedəndə bir qardaşımın atını minircə oralarda gəzir öz üçün. Naxçıvanın arasında yoldaşınız? Şərrun Qarabağlar kəndindən. Sən Naxçıvanlı gəlmişsən. Qarabağlarda hə, o vaxt kinozat çəkilən bir yer var. O 7 qardaş kinosu da orada çəkilib o vaxt. Qarabağlar, 7 oğul istərəm. Qarabağlarda həmin O kəndin böyük gəlinisən. kənddir, hə. Çox istəyirlər sən orada. Hə, Allah çox Qaynanan, qaynata. Rəhmətə gedib. Ancaq mən birinci dəfə gedəndə gördüm qaynatam hələ təzə sənətə gələndə mənim sənətə yoldaşım gətirdi. Gedəndə gördüm vaxt kasetlər var idi axı belə. Üstə də şəkilim. Gedəndə gördüm qaynatam yatdığı evdə beləsinə qoyub stolun üstündə. Mənim kasetim. Mən çox istəyirdilər. Bu hamısı məni çox istəyir. 5 dənə baldızım var. 2 dənə bir qaynım 34 yaşında rəhmətə getdi. Allah qəni rəhmət eləsin cəmələnlərə. 2 dənə qaynım var. İndi hal-hazırda 5 dənə Qaynana baldızım var. qulluğunda durmusan heç ailəsə xanım. Bəli. Hə? Bəli. Qılçası qırılmışdı, burada gəlmişdi bizə. Özümüz əməliyyat elədik, getdim, özümü evdə saxladım. Hə. Anadır da, ya yoldaşının anası oldu, ya öz anan oldu. Ana, nətər mən anam istəyirəm, hamı ilə istəyir də, ana müqəddəsdir. Ata, ana müqəddəs var. Çox istəməz. Amma çox adam çox təəssüf ki, elə üzvə baxanda mən zaten bu sualın heç yeri yoxdur. Sadəcə bilmək istədim. Amma çox adam belə deyil də. Çox təəssüf olsun ki, bugün bəzi xanımlarımız, məsələn, həyat yoldaşlarının anasına bəziləri düşmən kimi baxırlar. Anadır, sən necə sənin anan sənə şirindir, o birisinin anası ana deyil. Yox, adam belə düşünür ki, məsəl üçün, bax, yoldaşım, mənim anama elə da düşmən kimi baxsa, ya sərt baxsa, mənə nətər təsir eləyər. Ya mənim kimimsə bizə qonaq gələndə, qardaşımdırmı, bacımdırmı, qohumumdurmu, kimsə bizə qonaq gələndə, onu sərt qarşılasa, mənə pis təsir eləyər, düzdür? Ona da o şəkildə pis təsir Mən də, ay sağ ol, ona da elə təsir. Nə fərq var, o da insandır da. Daşdan, dəmirdən düzəlməyib ürəyi onda, hamının ürəyətdəndir da. Hamı eynidir. Amma belə eləyənlər var da, ananı oğulla düşmən eləyirlər, deyir, anan gəlməsin bizə. Bəs şeydə o qocalar evində mən gəlib klip çəkdirəndə, o qocaların neçələrimə elə danış ki, gəlinin dilinin ucbasından mən buradayam. Hamısının da oğlu da var, qızı da var, nəvələri də var, nəticələri də var. Hərdən fikirləşirəm, deyirəm, ay Allah, Qurana and ola, Lətifə xanım, bu stolda yeyilən bərəkətə and ola. Mənim evdə balaca bir heyvan saxlayıram da, it saxlayıram. Balaca bir gül çiçək parçası da mübariz bilir o. O qədər tərbiyəlidir. Yəni nə mənə də tərbiyəli. Onun gigiyenası, yəni valla gül çiçək də tualet tərbiyəsi. Bir indi bizim operatorumuz Bahar görüb də o nə cürdür. Elə bil ki bir ağıllı başlı nə deyəsən başa düşür. Səhər tezdən dururam. Özüm yemək yemədən birinci onu yemək yedizdirirəm. Yeməyi yedizdirirəm. Nə bilim, suyunu qoyuram, oynadıram biraz. Diqqət istəyir axı. Gecə saat 4-də də evə gəlirəm. Gecə saat 4-də də, 5-də də hamı yatıb. O, harada yatma, ikinci mərtəbədə görsən yatıb. Tak düşür, gəlir. Qucaqlayır adamı, uzanır yerə, sevinir, öpür, əlindən, üzündən. Ondan sonra gedir, yatır. Dəhşətə gəlmişəm də. Mən ümumiyyətlə heyvan heç vaxt saxlamamışam. İndi heyvan saxlayanları mən çox gözəl başa düşürəm. Bir dəfə Xoşqədəm xanım efirdə bizim gözəl aparıcımız, Allah onda anasına qəni-qəni efirdə bir günləri ağladı. Gördüm, TikTok sosial şəbəkəsində çox adam paylaşıb, gör, itdən ötürünə ağlayır. Dedim, sadəcə, nə bilim, nə yazasam bu izləyiciyə, onu yazan izləyicilərə. Zülüm ağlayırdı ki, uşaqlarım 2 gün evdə çörək yemir. Sən ona sevgi verirsən,
sən ona diqqət eləyirsən. Onu saxlayan insanlar bilir. Ümumiyyətlə, heyvanı sevən mənim nə bilim, gözümdə bir başqa aləmdir. Heyvanı necə vurmaq olar? Evdəkilərin də qədrini Allah bilərsən. elə yaradıb, dili yoxdur danışmağa. Dili yoxdur bunun. Heyvan hər şeyi dərk eləyir, anlayır, qanır. Bəli. Sadəcə Allah Taala insana danışıq verib, insan danışır. Bəli. Heyvan da görürsən, bax deyirsən heyvan. Adicə bir heyvanı qapıda örgətsin toyuq. Bəli. Kənddə toyuq saxlayırıq da, düzdürmü? Bəli, bəli. Toyuq girsin qonşunun həyətində da, getsin axşam qonşunun damına girsin. Niyə Zat bizim də burada da Bakıda saxlayıram toyuq. Axşam olanda gedir özümüzün həyətimizdə öz damına girir. Saxlayırsan burada? Hə, var, hə. Yəni görürsən heyvan da bilir ki, harda yaşayır, harda girmə. Bəli. Prosta dili yoxdur danışada. Allah Taala insana verib o dili. Bilirsiniz, sevgi olmalıdır. İndi o qədər sevinirəm. Deyirəm, ay Allah, sənə min şükürlər olsun. Gündə bəlkə 10 dəfə deyirəm ki, ay Allah, sənə min şükür. Bunu nə yaxşı bizim evə göndərmirsən. And ola. Gündə bəlkə hər onun başını sığalayan deyirəm, ay Allah, sənə min şükür. Özü də tapılmayan deyil. Mənim şəxsən o balaca qızım Səbinə ağlayır ki, atama o bir dənə ondan aldı, o şirin deyil. Mən də can çəkirəm, hamıya elə dostlarımız da deyirəm, sən Allah, kim görsə onu birini tapsın, pulu birini alım. Mən həll eləyərəm, mübariz. Eləmə. Mən o qar yağda, Lətifə xanım, getdim marketə, binalardı da, qar göydən yağa, o dəhşətli qar oldu. Yıxıldım da elə o vaxt elə ayağımın ağrısı. Getdim marketə, evimizə bazarlıq elədim, bir sumkada bazarlıq elədim o heyvanlar üçün, küçədəki heyvanlar üçün, ha. Bir binaların qabağını gəzdim, o qarda da evdən adam bayıra çıxa bilmirdi də. Hamısının yeməyin qoydum, yemək qoyuram, hamısına bir. Görəm cəmaat mənim balkonum var, çoxsa görür ki, bu neynir ha, belə, dəlidi nədir bu? Gətirib blokların ağzında. Sevmək lazımdır, o Allahın yaratdığında onun da canı var. O sevgi də girək insan içində ola da, qanında ola. Bəli. O qəddarlıq nədir, heyvanı vurmaq nədir, öldürmək nədir? Nə bilim, o insanlıqdan həqiqətən halı xəbər olmayan. Xəbər olmayan insanlar. İfamızdır, kimdən olacaq ifamız? Lətifə xanımdan. Tamam.
Təşəkkürlər Lətifə xanım üçün. Bunun bu sözləri də özümə aiddir, musiqisi də. Qəşəng, qəşəng. Maşallah. Təşəkkür edirəm. Gələndə yazır, gələndə yazır. Yazıram mən gələndə yazıram, kitabım çıxıb mənim. Doğrudan. İkinci kitabım gəlir inşallah. Hə. Taleyim yazan mələk kitabım çıxıb. Hə, var da bizdə var idi. Tarixini yazan İndi mələk. özü ikinci kitabımı hazırlaşıram inşallah. Görürsən, bax, yaradıcılıq. Gecə saat 3-də 4-də bilirsən mən. Təzə yaxşı klip İndi çəkdirmirsən. təzə bir şeir yazıram, indi onu mahnı hazırlayacağam. Çox gözəl bir şeir gəlib elə bir adamın ruhuna gəlir. Klip nə bilim eləməmişəm. Mütləq bir klip elə. İnşallah. O elə. zirvələrdə uçan qartala ilə. Mütləq elə, ona, ona bir gözəl klip elə. Ona bir yaxşı. Elə demişəm ha vaxt hələ hazırlamamışam. Vaxt olmurdan Sən mənə deməm sana, mənə desəydin onu çoxdandan hazırlayardım. İndi deyirəm Mübariz Qadanalov hazırlanan olar direkt. Gözəl bir klip eləyin. Yadımdadır, verişdən çıxıb mənimlə maşından gələndə evə. Danışa gəldik dedik Amma gedər şeylər. Yanında da danışdım klip çəkən oğlanla. Ya unutmusan. Dedim Lətifə xanıma köməkliyi ilə bunu Dedim hə, dedi münasib zirvələrdə duran qiymətə çəkin. qatara bir dənə münasib qiymətə. Qəşəngdir. Mütləq. Elə burada deyirəm, onu bir dənə klip elə burada da səsləndirək. Vallahi boş ver. Valla Ravinlə danışarıq, Ravin çəkər. Ravin gözəl çəkir. Bu dəqiqə bütün müğənnilər o çəkir. Özü münasib eləyər inşallah. Sponsorlarımızla bağlı şifahi məlumatın vaxtıdır. Efiri. Hə? Mübarizdən ifa. Tamam, yaxşı. Mübariz, buyur əzizim. Gəlsin. Sonra şifahi məlumat ayırılacaq. Tamam, yaxşı. Buyur.
Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Lətifə xanım, nə qədər vaxtımız qalıb Emin təxmini? Lamir, nə qədər vaxtımız qalıb? Bizə saniyə. Yəqin yarım saat qalar. Yox, yarım saat nədir sən? İfadən əlavə. Artıq yekunlaşırıq. Lətifə xanım, təşəkkür edirəm sizə. Mübariz, sənə təşəkkür edirəm. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Çox sağ olun. Allah sizləri var eləsin. Tez-tez Verilişinizə dəvət elədiyiniz üçün. Dəvət eləsəniz qaça-qaça gəlir. Bilirəm canım. Hollandiyada Allah yarday var. İmin oturub sənə baxır hər dəfə. Öpürəm onu. Dedi ki, ona deyənə ki, mən onu izləyirəm. Allah yer dayı, var ol. Çox sağ olun, çox istədiyim insanlarsınız. Yəni, bilin ki, bu evə də hər adam gəlmir, hər adamı istəmirəm, qapımdan içəri girsin. Ancaq sevdi, o qədər aşıqlarımız, o qədər saz ifaçılıb. Sadəcə öz dostlarım, öz çox istədiyim insanlar istəyirəm gəlsin ki, onlarla mənim özümə nə qədər maraqlıdırsa, qoy izləyicilərdə maraqlı olsun. Yoxsa sevmədiyim insanı istəmirəm, həqiqətən. Nə bura gəlib öz qanımı qaraldım, nə də izləyicilərin qanını qaraldım. Sağollaşıram sizdən, təbii ki, qonaqlarım Lətifə xanım, sizdən ifa ilə biz birbaşa reklamlara ayrılacağıq, amma reklamlardan sonra qonaqlarımız burada olmayacaqlar. Mən hələ ki, buradayam. Buyurun. İnşallah, inşallah. Ay gözündən baxan oğlan, söylə görüm hara
Belə əziz tamaşaçılarımız, mən sizlərdən ayrılıram, amma siz Dünya Televiziyasından ayrılmayın. Çünki irəliyən dəqiqələrimizdə, saatlarımızda çox maraqlı televiziya layihələrimiz var ki, izləməyə dəvət edirəm. Siz sağ, mən salamat. Özünüzə yaxşı vaxt, nələrik.